Deməli, B1 səviyyəsində danışacağımız sonuncu zamandır. B1 səviyyəsində danışacağımız sonuncu zamandır. Bu zaman, bax, buradakı zamandır. Bax, bununla siz 3, 6, 9, 10, bir də əgər buradakı yüzüstündə nəzərə alsaq, 11 dənə fərqli zaman artıq istifadə edə bilirsiniz. Bu, inanılmaz bir irəliləyişdir həqiqətən də. Əmin ola bilərsiniz ki, bunu kurslarda B1 səviyyəsindəyəm deyən adamların çox azı bunu bacarır. Ki biz özümüz də bunu müşahidə edirik ki, kimsə gəlib B1 səviyyəsindəyəm deyəndə əmin olun ki, bunların bəlkə də 10%-ni bilir. Əgər siz bunları bilirsinizsə, yəni bir kursun ümumiyyətlə B1 səviyyəsində tələbəmiz dediyindən daha yüksək səviyyədəsiz hal-hazırda. Amma biz də hal-hazırda B1 səviyyəsindəyik və bugün danışacağımız zaman future perfect. Yazıdasa indiki bitmiş zaman var idi. Yəni bitmişdi, amma indi idi. Nəticəsi keçmiş bitmiş zaman keçmişin keçmişi idi. Deyirdik ki, sən zəng eləyəndə mən artıq çayımı içmişdim. Xatırlayırsınızsa, gələcək bitmiş zamanda birinci izah edirəm nə olduğunu. Sən mənə zəng eləyəndə mən artıq içmiş olacam. Yəni, içib bitirmiş olacam. Başa düşürsünüz? Bax, bunlarla müqayisə eləyək. Deyirəm ki, bax, gələcəkdən danışıram. Deyirəm, sən mənə zəng eləyəndə içəcəm. Deyirəm, sən mənə zəng eləyəndə mən içməkdə olacam, içməkdəyəm və sən zəng eləyirsən. Bir də var, deyirəm ki, sən zəng eləyəndə mən ucu içmiş olacam. Götürüb səndən rahat danışacam. Başa düşdünüz? Bunun strukturu necədir? Üzr istəyirəm. Will have done. Played, nə bilim, gone, istədiyiniz feili qoya bilərsiniz. Drunk, məsəl üçün. Tamam. Deməli dedik ki, I will have done. Bax, bu, indi ayağa durmuram. Burada da təsəvvür eləyin. Və burada təbii ki, will varsa mütləq will qabağa keçir. İnkarda biz will'ə not artırırıq. Və bu gələcək bitmiş zamandır. Gələcəkdə bir şey bitmiş olacaq. Məsələn, deyirsiniz ki, mən Amerikaya gedəndə artıq ingilisini öyrənmiş olacam. Necə deyərsiniz? When I go to USA, I will have learned English language. İngilis dilini öyrənmiş olacam. Əgər mənim dediyim kimi dedirsə, halal olsun sizə, çox sürətli başa düşmüsünüz. Əvvəldə qeyd eləmişdim, present perfect-i başa düşmüsünüzsə, ondan sonraki zamanlar rahat-rahat gedəcəklər. Bu, B1 səviyyəsində öyrənəcəyimiz sonuncu zaman idi və bizim bütün ingilis dili boyunca, yəni sıfırdan advanced səviyyəyə kimi, bütün ingilis dili boyunca sadəcə 2 zamanımız qalıb. Bundan başqa ingilis dilində zaman yoxdur. Təsəvvür edirsiniz, sadəcə 2 zaman qalıb və onlar da çox rahat zamanlardır. Sadəcə indiki mövzumuz o deyil. Həmin mövzuda onu izah eləyəcəm sizə. Özünüzə yaxşı baxın. Növbəti mövzuda görüşərik. Sağ olun.